Hər vaxtınız xeyir olsun, dəyərli Statinfo izləyiciləri. Azərcell ilə bağlı daha bir xəbər var. Mən onu səsləndirəcəm. Siz isə izləyin, özünüz qiymətləndirin və şərh verin. Bu arada isə üstəgəl düyməsinə vuraraq kanala abunə olmağı unutmayın. Dəyərli izləyicilər, xəbərə keçəcəm, amma ümumiyyətlə bu qərarı hansı əsasla, hansı məntiqlə verdi Azərcell? Necə oldu ki, tarif paketini bu şəkildə yeniləməyə qalxdı və bu qədər etirazlara səbəb oldu, bu qədər boykot çağırışlarına səbəb oldu. Ciddi şəkildə şirkət özünü yandırdı. Və indi yeni bir açıqlama isə nisbətən bunu səngitməyə yönəlib. Görək bu təzə yanaşmanın əsas qayəsi, məqsədi nədir? Bir şirkət rəsmisi ciddi şəkildə ortaya çıxıb məsələyə aydınlıq gətirməsə də, APA Economics'in sorğusuna cavab olaraq bildiriblər ki, bu dəyişiklik çərçivəsində balansın mütəmadi şəkildə artırılmasına zərurət olmayacaq. Bu zərurət aradan qaldırılır. Balansda yetərli vəsait olduğu halda tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində iki tərəfli, 30 gün müddəti bitəndən sonra isə 90 gün ərzində bir tərəfli olaraq açıq qalacaq. Yəni, müştəri zəng eləyə bilməsə də zəngləri qəbul edə biləcək və SMS-ləri də qəbul edə biləcək 90 gün müddətində. Yeni yanaşmanın üstünlüyü ondan ibarətdir ki, Azərcellin sözlərinə görə tarifin istifadə müddəti ərzində həm xəttiniz iki tərəfli açıq qalacaq, həm də bu tarifin dəqiqə və internetindən tam yararlana biləcəksiniz. 2 manatlıq istənilən tarif paketində abunəçiyə ödəniş müqabilində 25 dəqiqə şəbəkə daxili danışıq və 250 MB da internet təqdim olunur. Müqayisə üçün qeyd edək ki, dəyişikliklərdən öncə bu tariflərdən istifadə edən abunəçilərin nömrəsinin aktiv qalması üçün minimal 5 manat, daha uzun müddət üçün isə 10 manat və 25 manat yüklənməsi tələb olunurdu. Belə ki, 30 gün üçün 5 manat, 60 gün üçün 10 manat, 90 gün üçün isə 25 manat tələb olunurdu. Və elanda qeyd olunduğu kimi 1 iyul 2025-ci il tarixindən etibarən bütün nominallara, yəni ki, 1 manatlıq, 2 manatlıq, 3, 5, 10, 25, 50 və 100 manatlıq nominallara dair yeni istifadə müddətlərdə müəyyənləşib. Amma əvvəlki qaydalarda da olduğu kimi kartın istifadə müddəti bitdikdən sonra belə abunəçinin nömrəsi 90 gün ərzində bir tərəfli olaraq açıq qalır. Yəni, dəyərli izləyicilər, əgər siz pul yükləsəniz, bu nominala uyğun şəkildə açıq qalacaq xəttiniz, amma hər hansı bir tarif paketinə keçsəniz, paketlərin hər biri sizi bir ay müddətində iki tərəfli xəttinizin açıq qalmasını təmin edəcək. Eyni zamanda 90 gündə bir tərəfli xəttiniz açıq qalacaq. Azərcellin məqsədi odur ki, sizi yalnızca pul yükləməkdən imtina edib hansısa paketə qoşulmağa təklif etsin, belə ki, dəvət etsin. Bundan başqa, fakturasız xətt nömrələrinə aid bəzi tariflərə yeni qoşulmalar dayandırılır. Məsələn, Azərcellin bölgə, Gəncsim, Sadə 6, Gəncol həftəlik, Gəncol 6, Gəncol 9 tarif paketlərinə köhnə paket istifadəçiləri qalacaq, yeniləri qoşula bilməyəcək. Amma cari istifadəçilər qalacaq, dəyərli izləyicilər. Buna görə də istəsələr bu paketlərdən imtina edib başqa paketlərə də keçə bilərlər həmin paketlərin istifadəçiləri. Belə bir məsələdir, bilmirəm sizə qarışıq gəldi, yoxsa aydın oldu. Yəni, bir uyğun paket seçin özünüzə. Bu sadaladıqlarım dayandırılır, amma hər hansı başqa bir paket seçin. Bu paket sizin nömrənizin bir aylıq açıq qalmasına təmin edəcək, hətta 2 manatlıq paketlər də var. Amma əgər paket seçməsəniz, yüklədiyiniz pullarla yalnız bir neçə gün nömrəniz açıq qalır.